bu mövqedə, yaranmış bu mövqedə, bu etüd vəziyyətində gediş ağlarındır. Ağların iki fiquru olsa da, biz mövqeyə diqqətlə baxsaq görərik ki, şah hər iki fiqura təhlükə yaradıb heç eləməz. Yəni, fiqurların biri getsə, oyun heç ola bilər və rəqibin iki piyadası var, nəzərə alaq. Və burada müxtəlif variantları biz nəzərdən keçirdik. Baxdıq ki, fil D7 gəlsə, şah C7-dən sonra iki fiqurdan biri gedir. Ona görə fil D7 olmaz. Yaxşı, fil A6 niyə alınmır? Rəvant deyil, izah elə ardın. Çünki fil A6-ya. Şah C7 gəlir. Şah C5 gəlsək D6 gəlir. Yəni burada bunu vursa səhvdir. Niyə səhvdir? Çünki şah D6 gəlir. Şah D6, şah A8, Şah C7. şah C7 və rəqibə gediş vermiş olduq. D5 gedişinə fil B7 matdır. Ona görə şah C5-ə burada D6 gedişini oynayır qaralar. Və D6-dan sonra şah vurur bunu. Artıq bunu vursa şah gəlir bura, bu yaxınlaşanmır da pat alınır. Tamam mı? D6-ya şah D5 bunu vuranda şah C6 gəlsə, indi nə oynayır qaralar? D5. Görsən, vursa bu heçsədir artıq. Həmin mövqeyə qayıda bilmirik. Ona görə birinci gedişdə biz burada fil B7 oynayırıq. A6 yox, B7. Gəldi şah C7. İndi gəlirik A6. Bax, burada gediş sayına görə. Və məcbur eləyirik rəqibi artıq bunu vurmağa. Çünki burada D6 gəlsə at çıxır. Bir at bir fillə də matdır. Tamam mı? Hə, yaxşı. Burada fil 6-ya vurdu şah B8. Tempo duruq. Aha. Eyni ideyadır. Şah D6, şah A8, şah C7 və növbəti gedişdə hər nə oynasa fil B7 mat. Və belə gözəl bir etüdün yekun etüd hissəsi. Sonluğu ağlar qalib.